Bu gözəl bir dəst. Bir il yarımdır ki, mənim evimdə bəzək kimi qalıb. Ona görə ki, alternativ məhsullar məndə var idi sadəcə. Bunu anam mənə 8 martda bu il yox, keçən il hədiyyə etmişdi. Səhv etmirəmsə 8 mart idi. Ya da yeni ildə ola bilər. Burada deməli skrab var. Hamam üçün duz, duş geli, hamam üçün köpüğü, bir də bədən kremi. Body lotion. Gəlin bunu yoxlayaq. Xarab olmayıb, ümid edirəm. Kokusu gözəldir. Bunu səhv eləmirəmsə Alivia'dan əldə eləmək olar. Çünki bu markanı daimi görürəm Alivia'da. IDC Institute. Bu hamam üçün duzdur. Bu şəkildədir. Kokusu gözəldir. Mən biraz grip oldum, burnum tutulub, amma hiss edirəm. Vanilla ətirlidir. Vanil və kokos ən sevdiyim ətir. Bu isə skrabdır bədən üçün. Bu mənə lazımdır. Tez-tez istifadə edirəm. Bunu aça bilmirəm. Eybi yoxdur, sonra açaram. Kimə maraqlısı rəylərdə soruşun. İstifadə edib cavablandıraram necədir. Bu bədən kremidir. Gəlin bunu indi bir yerdə test edək. Qoxusu hamısı eynidir. Kokosla vanil qarışığı. Şirin qoxuları sevənlər bəyənəcək. Videoda heç bir reklam yoxdur. Anam mənə hədiyyə etmişdi bu dəsti, dediyim kimi. Çox yüngül teksturalıdır, süt kimidir, su bazlı. Belə hələ birinci dəfədə istifadə edirəm, düzdür, amma teksturası artıq hiss olunur ki, su kimidir. Bu tipli kremlər o qədər də çox nəmləndirmir, amma yayda yaxşıdır, çünki ağırlıq hissi də buraxmır, yağlı hiss buraxmır. Bunları çıxarda bilmədim, tövsələm yoxdur. Onsuz da bu 2 ildir qalıb bəzək üçün burada. Kim artıq bu markadan istifadə edib, mütləq fikirlərinizi rəylərdə yazın. Bəyənirsiniz bu tipli dəstləri yoxsa yox?